გამოდეს ყველა მხარესი ამოდენა დინარე როგორ გამოიარე შენი ნახვა მინდოდა აღარ დავიგვირანე ამოდენა დინარე როგორ Maşın almaq istəyirəm. Uşağın dərslərinin pulunu ödəməliyəm. Xərcim çoxdur. Çoxlu izahat lazım deyil. Skapda avtomobil girov qoymaqla 30 dəqiqə ərzində 100 min lariyədə kredit götür. Sivis Kapital artıq Skapdır. Səni bir sözlə başa düşürük. თუ გაუკასოს ავტოს ავტოდილერი ხარ, შენთვის სიახლე გვაქვს. მარნეულის საავტომობილო ტერმინალში უკვე შეგიძლია მომსახურების სააგენტოს ყველა სერვისით ისარგებლო, რაც მოიცავს ავტომობილის ადგილზე გაფორმებასა და რეექსპორტის გამარტივებულ პროცესს. ავტომობილის განთავსებას პორტიდან პირდაპირ მარნეულის ტერმინალზე 6 თვის ვადით უფასოდ შეძლებ, თანაც ტრანზიტული ვადისათვის გარეშე. დეტალებისთვის დაგვიკავშირდი ნომერზე 032 255 11 55. Bir həyat hekayəsi. Sevinci, kədəri, problemi və həyat təcrübəsi ilə dolu olan təsirli və ibrətamiz bir həyat hekayəsi. Hər insanın özünə məxsus bir həyat hekayəsi var. Müxtəlif həyat hekayələrini dinləmək üçün 96.9 tezliyində Marnoli Radiosunun canlı efirində Rübabə Muxtarovanın təqdimatında çərşənbə axşamı saat 12:00-da dinləyə bilərsiniz. Salam, hörmətli Radio Marnoli dinləyiciləri. Sizi yenidən Rübabə Muxtarova bir həyat hekayəsi radio proqramında salamlayıram əziz dinləyicilər. Bugünkü bizim radio proqramımızın qonağı müğənni Elməttin Cəfərovdur. Salam. Aleykümselam. Çox sağ olun, Allah razı olsun. Sağ olun. Elməttin bəy, siz özünüzü biraz təqdim edə bilərsinizmi Başda dinləyicilərimizə? Marnoli Radiosunun dinləyicilərini, sizləri hamıyı salamlayıram və bu çağırdığınıza görə minnətdarlığımızı diləyirəm. Çox sağ olun ki, mənim dəvətimi qəbul etdiniz. Sağ olun, Allah razı olsun. Siz də bilirsiniz, toy sezonudur. Valla biraz ona görə vaxta görə gəldik. Mən Sadaxlı kəndinin, Sadaxlı bağlı olan Təzə kənd, həm də bir Qazaxlar adlanan bir kənddə anadan olmuşam 1984-cü ildə. Və musiqiçi ailəsində olmuşam. Əmlərim olubdu, Allah hamını keçənə rəhmət eyləsin. Əmim olubdu Musa Cəfərov və hal-hazırda Borsalı Bülbülü Nəsif Cəfərov və bir əmim də var, Azərbaycanda filarmoniyada işləyir Fərman Cəfərov. Mənim o da əmimdir və yəni ümumiyyətlə bizim nəsil incəsənət nəsili olduğuna görə şair İsimxan da mənim əmimdir. Yəni musiqiçi ailəsində dünyaya gəlmişəm. Allah eli o bir var eləsin, el şənliklərində hal-hazırda oxuyuruq, toylar yola salırıq. Nə bilim, bax belə. Çox yaxşı. Uşaqlığımız harada necə keçir? Uşaqlığımızın elə bax öz balaca kəndimizdə, Sadaxlımızda, bax orada mənim uşaqlığım keçibdir. Çox, mən bu gün bu gənc nəsillərə mənə tövsiyə kimi deyim, bir əzizlər kimi deyim, həmişə demişəm ki, nə isə bacarmağı bacarım. Çünki kasıblıq insan həyatında bir həncər deyim, bir dönəmdir, keçir. Gəlib ki, elə vaxtımız, elə bizim günümüz olub ki, biz ailəcə bir çox kasıb olmuşuq, amma bu günlər şükürlər olsun ki, Allah ilə bir var eləsin. Şükür. Ailənizin sizin həyatınızda yəqin ki, böyük rolu olub, hə? Yəni, əlbəttə ki, ailəmizin, mənim atamın, anamın ona dəstəyi olubdur. Hal-hazırda bu dəqiqə ailəliyəm, evladımız hamısı bana dəstək olur, mən də onlara canı könüldən dəstək olur. Həyatınızda
dönüş nöqtəsi olan bir hadisə varmı? Həyatımda dönüş nöqtəsi olan elə uşaqlıqda Allah rəhmət eləsin, Məhəbbət Kazım mahnılarını da dinləyirdim. Arada oxuyurdum, eləyirdim. Sağ olsun, yaxşı qardaşlarım eşitdilər. Bax elə 1900-2000-ci il, 99-cu illərdə mən onların Məhəbbət rəhmətliyin mahnılarını oxudum və dinləndim. Və məni yavaş-yavaş əlimdən qaldıran dəyərli Eloğullar oldu, dəyərli Sadaxlım oldu. Və bu günlər də çox şükürlər olsun ki, bax elə 2000-ci ildən buraya bax, uşaq dönəm o vaxtından elə sənətə addım atmışam. Çox gözəl. Qarşılaşdığınız həyatda məsələn ən böyük çətinliyiniz nə olub və onu necə aşmısınız? Mənim ən böyük çətinliyim həyatda olub ki, uşaqlıqda valla doğru gəlirsə, sual verəsən gərək doğru da deyəm. Mən elə bir vəziyyətimiz olub ki, biz artıq 1 manatı belə olmadığımız günümüz olub da. Mən heç nəyə əyilməmişəm. Həmişə də özümdən balaca olan balalara da, körpələrə də, gələn nəsilə də mən həmişə bunu deyirəm ki, bir dönəmdir, keçəcəkdir. Yəni, insan heç vaxtı əqidəsini, öz qürurunu, milli mənfəyini heç vaxtı pula satmaq olmaz. Yəni, bu bizim genimizdədir. Yəni, qaldı ki, mən uşaqlıqda elə bir günümüz olub ki, bizim çox çətin anlar olub da, onlar yəni heç vaxt nə silinməz, nə də pozulmaz, bu xatirimizdə qalmış bir şeydir. Amma qaldı ki, mən istəyərəm ki, bu gənc nəsildə heç vaxt bu dönəm olur da insan həyatında, onları doğru keçsinlər, əyilməsinlər, qırılmasınlar, yaşadığımız kəndi sevək, böyük Sadaxlıyı sevək. Yəni, biz o mən orada yaşadığıma görə, mən elə də Borsalıyı sevirəm, elə də El-Obuyu sevirəm, amma onu heç vaxt o El-Oba deyəndə ata-ana əziz, nə qədər əzizsə, bax, o El-Obada insana o qədər əzizdir. İndiyə qədər verdiyiniz ən önəmli qərar həyatınızda nə olub? Həmişə çalışmışam doğru olan. Ən, bax, böyük önəm qalan odur ki, doğru olaq, ondan böyük heç nə, mən məsələ, mən çalışmışam ki, doğru olasan, doğru bütöy sözüm olan, düzgün həm hər şeydən öndədir. Odur, qarar odur. Ondan sonra qarar nə, sənətimdir, sənətimi sevmişəm. Çox çətinlik günlər olubdur. İndi həyat da daha kəndlidir. Mən yaşadığım kənd 4 kilometr, bizim təzə kənd dediyimiz 4 kilometr ara məsafə var Sadaxlıdan. Mən həmişə çalışardım, oraya öz piyada gələrdim. Sənətimin xətrinə və gələcəyin xətrinə, El-Obanın xətrinə. Mən deyərəm ki, mənə nə qədər ata-ana dəstək olubsa, El-Obam da o qədər mənə dəstək olub. Çünki bu el çox, məsələn, mən elimi çox, obamı çox sevən bir şəxsəm. Millətimi çox sevən şəxsəm, vətənimi, Gürcüstanımı, Azərbaycanımı, bu Türk dünyasını çox sevən insanım. Onunla da qürur duyuyorum. Bizə ilham verən insanlar olub mu həyatınızda? Ən dəyərli, mənə ilham verən elə evimin içindən anam, atam, ailəm və dahi əmlərim, dayılarım, əmlərim. Çünki mən musiqisi ailəsində doğulmuşam və əmlərim hal-hazırda, yenə dediyim kimi, Fərman Cəfərov var, başda Müsəmmin var idi. Allah dünyasını dəyişdirdi və o dünyadadır, o yeri beşikdə olsun. Və əmim Borsalı Bülbül Nəsib və hal-hazırda bizim də balaca, məndən də balaca əmim oğlu var, Nəsəmin oğlu da hal-hazırda bu dəqiqə musiqisidir, gözəl də bir müğənnidir, oxuyur və bunlardan ilham almışam, eldən obadan ilham almışam. Nə bilim, bizim bir bölgəmiz var idi, Musa Bulağı deyilən var. Oradan, bax, yaşadığım təbiətdən, bütün ən dəyərinə şeylər varsa, ən dəyərli şəxslərindən, Allahın təbiətindən, hər şeydən dəyərli şu yeri almışam. Elə yəqin ki, həyatda ən çox dəyər verdiyiniz şey də bunlardır, yəqin ki. Əlbəttə ki. Ailədir, əmlər, dayılar, elim, obam. Lap yaxşı. Sizi ayaqda tutan əsas prinsip nədir? Məni ayaqda tutan əsas prinsip odur ki, çalışmışam ki, verdiyim sözü tutan və yaxşı olan sənətimdir. Mən məsələ sənətimi sevirəm. Çünki hal-hazırda bir 20-yə yaxın mahnılarım var, onun üstlərində işləyirəm. Neçəsi də Elşən illərində oxunur.
çox ağır bir eldir. Mahnısı yazmışam Sadaxlıya aid. Və oxumuşam, efirdə var. Rövşən Ramizin sözünü oxumuşam. Hal-hazırda yayın. Hal-hazırda bax, yeni mahnılarla. Yeni mahnılarla. Yeni mahnılarla inşallah. Ümumiyyətlə bu sahəyə necə gəldiniz? Bu sahəyə səs də nəsilliklə bizim geyində olduğuna görə, səs nəsilliklə olduğuna görə pastayan elə oxuyurdum da, bax elə qapıda, bax elə çöldə, kəndsiz olduğumuza görə bax bu yerlərdə oxuyurduq. Bunu da eşidən elə oğullar el şənliyində əmmimi duya-duya, mənim əmlərimi duya-duya, bax onları həmişə oxudum, istədim ki, oxuyam onların səsində də bu balaca körpəli illərdir. İnsan sənətə olanda kiməsə də özünü bənzədir, özünü tam bir vaxtda, ondan sonra özünü də öz izq olsan sonra kimsəsən, bax elə. Yaxşı. Boş vaxtlarınızda nə ilə məşğul olmağı xoşlayırsınız? Boş vaxtlarımda özüm xeyriyyətçi insanım. Azərbaycan ordusuna böyük dəstək olan elimiz, başı uzaq olsun Sadaxlının Azərbaycan milli müdafiəsində olanda 2000-ci ildə onda mən eldə obada 42.000 sağ olsun elin obanın adından apardıq oraya pul köçürdük. Xəstələrə həmişə yardım edirik. Türkiyədə depremdə yardımımız oldu. Çox-çoxdan yəni sayısız hesab xeyriyyətçi həmişə Allah eli öbüyübüdür tutmasın, heç kəsin canını ağrıtmasın. Bir insanın canı ağrıyanda olur, marın olur, fərqi yoxdur, marın oldu. Müəyyən bölgələrdə mən oraya nə də olsa, zərrə qədər də olsa mənim oraya dəstəyim olur. Bax, boş vaxtım da mənim belə keçir. Həmişə istəmişəm ki, xeyriyyətçi olasan, yaşayırıq onsuz Allah Taala insanın bir dəfə ömür verir, onu da düz dəyərləndirmək lazımdır. Gələcək üçün hansı planlarınız var? Gələcəkdə. İnşallah gələcəkdə mənim planlarım odur ki, mahnılarım... Arzularınız daha doğrusu, arzularınız və planlarınız. Həm arzu, həm plan. Mənim gələcəkdə arzum odur ki, həm sənətimlə bağlı bu bir istəkdir. Bu bir içimdə olan bir istək ki, məsələn, mahnılarım var, onların üzərində çalışayım, daha da geniş şey olsun. Həm də ki, gələcək arzum odur ki, ailəmdir, ətrafımda yaxşı dostlarım var, sağ olsun. Onlarla həmişə isti münasibətdə olaq. İnsan Allah Teala insana ömrü bir dəfə verir, onu da düzgün bəhrələmək lazımdır. Ətrafda kim mənə yaxındırsa, kim məni nə qədər istəyir, onlar da bilsin ki, mən də onları 100 qat istəyirəm. Planlarınız? Planlarım əsas odur ki, mənim planım mənim sənətimə aiddir. Yəni planım ki, mahnılarım var, onların müəyyən də mahnılar var, yazılası, yadan fikrimdə olan, onları inşallah zamanla onları üstündə çalışıram. Hə, əlbəttə ki. Bir 20 yaxın onlar mahnım var. Ana mahnısı var, başımın tacısan, tacısan ana, gözümün nurusan, nurusan ana, bax bu mahnı var. Yəni çox mahnılarım var, belə də şey çıxmasın. Yəni, içimdə olan istəkdir. Sağ olsun, dəyərli qardaşlar da el şənliklərində oxuyur mahnıları. Hansısa bir mahnınızı zümzümə edə bilərsiniz burada özüm üçün bir damcı? Bir damcı da olsa... Az. Hə. Deliyət də nə var? Çox ağır bir eldi Sadaxlım, düşmənə bir dərddir, mərddir Sadaxlım. Çox ağır bir eldi Sadaxlım, düşmənə bir dərddir, mərddir Borçalım. Biz ağızda olsa dedik, valla, eldə ovada mən o ilin çörəyini yiyirəm, Borçalımın balasıyam, Türk oğlu Türkəm, Qarapapaq Türküyəm, Azərbaycanlıyam. Mən nə tər ki, yaşayıramsa bu eldə ovada gərək düzgün bəhrələnəsən, düzgün hansı istiqamətdə yaşayırsansa o elin adını, valla, mən deyərəm ki, dünyada mənə desələr, sən haradır, səndən ötürü cənnət, mən deyərəm ki, elə yaşadığım bölgə, bax elə Ozona, bax elə Borçalı, bax bu mahal, bu vətən. Çox yaxşı, çox sağ olun.
Gənc nəslə nə məsləhət verərdiniz? Nə Mən- tövsiyə edərdiniz? Mən gənc nəslə hər dəfə tövsiyə də verirəm, canın sağ olsun, belə şeylə çıxmasın. Amma mən deməliyəm, gənc nəslə mən arzu edirəm ki, şərdən, xətadan, ətrafında insan düzgün dostu olmalıdır. Düzgün dost seçsinlər, ata-ana qədri bilən dost seçsinlər, valideyn qədrini bilən dost seçsinlər və heç vaxt onlar bildirməyəcək. Amma onları eşidən, valideyn böyük sözünü eşidən gənc nəsil vallah bildirməyəcək. Hası ki, hası dost, hası ətrafında olan bir zərərli bir adam varsa, o onu həmişə yıxıyır aparır. Ona görə də mən gənc nəslə deyirəm ki, dostumuzu düzgün seçin. Düzgün seçin ki, sabah gələcəkdə sizi peşman heç nə eləməsin. Gələk, onlar düzgün seçilməlidir, ətrafda düzgün dost olmalıdır. Dost sözdə mən deyirəm ki, ata-ana adı kimi heciyə bölünmə bir şeydir. Çünki dost kəlməsi həyatda insanın ömründə olur. Mən deyirəm ki, lap uzağı 4-5 nəfərdən yuxarı dost olmur. Hamısı ələnir, seçilir, gedir, elə qalan da qalır. Geriyə dönsəydiniz, belə bir sual. Nədir? Geriyə dönsəydiniz həyatınızda nəyi fərqli edərdiniz? Mən geriyə dönsəydim, nə ki yaşamışamsa, bax, nəyəsə doğru yaşamışam, ondan da mən deyərəm ki, 1000 qat daha fərqli doğru yaşayardım. Çünki yaşadığımız dövrdə doğru yaşamışam, heç kimin nə işində, nə gücündə həmişə sevmişəm ki, bu elim, obam, vətənim, dostlarım, ətrafım həmişə düzgün seçmişəm. Və geriyə dönsəm, yenə deyirəm ki, nə qədər yaxşı dostum var, daha da sayını çox eləyərəm. Nə qədər ətrafımda yaxşı insanlar var, daha da sayını çox eləyərəm. Həmişə nə yaxşı iş varsa, nə vaxt geriyə dönsəm, mən həmişə yaxşı söhbəti, sözü, har yazılırsa, bax, onları sevərəm. Geriyə dönsəm, Allah el o büyü var eləsin, çalışardım sənətimlə, daha güclü olardım. Nə deyim? Çok yaxşı, çok yaxşı. Ümumiyyətlə, bəlkə sizin özünüzün nəsə bizimlə bölüşə biləcəyiniz nəsə bir hekayəniz varmı həyatınızdan? Nəsə belə bizimlə bölüşə biləcəyiniz, dinləyicilərlə bölüşə biləcəyiniz? Allah, elə mənim yaşadığım elə yazsam elə bir dastanım var. Bizim elə bir günümüz olur ki, mən sağ olsun, qoy bunu da elə deyim, elə hamı, bax, bərəkətə and olsun ki, bir gün yeni çıxıram sənətə, indi bunu gənc sənətkarlara da mən tövsiyə kimi edirəm və gənc olan nəslə də tövsiyə kimi edirəm. Mənim yanım belə bir keçidlər olur ki, yəni bugünkü gün də şükür, nə milyoner deyik, nə şeydir, sadəcə eldə sənətimlə mən həm elin obanın rəqbətini qazanmışam ki, həm də ki, çalışmışam, yaxşı olsun hər şey. Elə bir günümüz oldu ki, bizim nəsə dostlar məni bir çay süfrəsinə dəvət elədi. Bunlar bizim elimizə gəlirdi. Mən gedəsi oldum, həmən gedəsiyəm ki, mən onlara çay alıram da, bizim ədətimiz, ənənəmiz var ki, gələn adama, məsələ qonaq gəlirsansa, sən onu eləyirsən. Mən inanırsam, bütün evi, eşiyi, bütün ətrafı, o nənələrin o süfrənin altında pul qoydular, bax, onu, stəkən, yəni, bütün hər yeri gəzdim, inandırıyorum bir Allahın adına, mən tapa bilmədim onu. Çox peşman, ümidiməm özmədim. Gəldim, bizim elə yaşadığımız yer bilib Tamojn'da, bizim Enesə Tamojn, orada gəldim və gəldim oraya, gördüm yolda bir kağız puldur, orada mən də o vaxtda 2000-ci il türk pulu zadı görməmişdim də ondan bəri. Gördüm bir türk puldur, valla 5 manat idim, səhv eləməsə 10 manat idim. Mən bunu götürdüm, gəldim bizim Sadaqlı mərkəzə. Gəldim o mərkəzdə bizim kəndçimiz var. Dedim, bu nə pul, nə? Dedə, türk pulu, valla səhv eləməsə 9 varim eləyənə. Dedim, nə verirsən bir çay pulu ver. Mən, yəni qurban olduğum Allah elə bir sınaq idi, bir balaca da olsa, mənə orada elə bir şey mənə qüvvə verdi. Mənə nümunə elə bir iz şeylərdir ki, yəni həyatda heç nədən öldüyümü üzməməlisən. Mən o pulu sağ olsun gələn qonaqlar deyəsə qarşına, qonaq deyəndə yəni çay süfrəsində mənim elimə gəlib, mən almalıyım. Bizim ədətimiz, bizim o bölgənin ədət ənənəsi odur. Və mən onu şeylədim, o mənə verdi, 8 laydım, 7 laydım verdim. Sağ olsun qardaşlarla görüşdük. Bax o mənim həyatımda bir mənə elə bir daha da böyle təkan verdi ki, demək insanoğlu heç vaxtı büdürüyəndə ümidin üzür. Səni yaradan Allah səni heç vaxt dardı olur. Çok yaxşı, çok yaxşı.
sağ olun Emrəttin bəy, yəni gəldiniz, dəvətimizi qəbul elədiniz. Çox sağ olun, var Yenə də olun. bəlkə nəsə bir sözünüz olar. Hə, Yəni yəni deyə bilərsiniz. mən deyə bilərəm ki, Allah Taala gözəl vətənimizi qorusun. Bax, Marmolumuzu, bütün bölgə-bölgə adlarını çəkmədim, amma hamısını, cəmi Gürcüstanda yaşayan bizim dəyərli millətimizi, fərqi yoxdur, Gürcüstanda yaşayan bütün bu Gürcüstan vətəndaşını Allah Taala müəyyən bir dönəm davrında keçirik. İstəyərdim ki, daha yaxşı olsun. Bu Gürcüstanda yaşamaq hamı bilsin ki, bu Gürcüstan burada yaşayanların hamının vətənidir. Hamının el obasıdır, hamı burada gözünü açıb. Mən də son zamanlarda bu nəsə deyirəm ki, bir el oğlu kimi ayrı seçkilik olmasın. Bu Gürcüstan bayrağının altında, bu Gürcüstan vətəndə hamı bir-biri kimi yaşasın. Onda daha gözəl olar. Yəni bunu deyirəm ki, yəni bundan artıq nə deyə bilərsən ki, bu vətəni bölüşməyə bacaraq. Fərqi yoxdur, ya Gürcü, ya kimsə, bura bizim hamımızındır. Onsuz da düşünüb daşıyanda insan ömrüdür, bir dəfə gəlir həyata insan. Bunu düzgün yaşayaq, düzgün. Çox sağ olun Rübabə xanım, var olun, minnətdaram. Allah Taala sizləri var eləsin. Bu Marmol Radio çox sağ olun ki, hər dəfə çağırsanız da gələrəm. Çünki var olun. Çox sağ olun, çox sağ olun. Yenə də deyirəm ki, mənim dəvətimi qəbul elədiniz, gəldiniz. Çox sağ olun. Bəli, hörmətli Radio Marmol dinləyiciləri, bugünkü bizim Bir Həyat Hekayəsi radio proqramının qonağı müğənni Emrəttin Cəfərov idi. Sağ olun, sağlıqla qalın. Gələn görüşlərdə sizinlə görüşənə dək. Sağ olun. Çox sağ olun, var olun, minnətdaram. Ben şəkil çəkdirək. Şeyə qoymaq